Salam, mən Cavadova Safura 2006-dan Nərimanov rayonu dəmir yolunun yanında Aşıq Vəliyev Məmməd Arif küçəsində evlərlə bağlı müraciət edirəm. 2006-dan orada tikmişik, mən orada ailə qurmuşam, evlatlarım orada olub, orada böyümüşəm. İndi hal-hazırda evsiz qalmışam. Dəmir yol qapalı səhmdar cəmiyyəti ilə Nərimanov İcra Hakimiyyətinin tərəfindən bizim evlər sökülüb. Dəfələr müraciət eləməyimizə baxmayaraq bizə yardım olunmur. Bizim evləri 9 ay bundan qabaq sökdülər və bizə kompensasiya verilmədi. 9 aydır da biz müraciətlər eləyirik, baxılmır bizim vəziyyətimizə. Biz kimə müraciət eləyək, necə müraciət eləyək, bizə yardım olunsun. Çünki mənim evlatlarımla və mənim kimi 161 ailə çöllərdə qalıb. Xahiş edirəm, bizə köməklik olunsun, bizim ərizələrimizə baxılsın. Hər yerə müraciət edirik, bizə heç bir cavab gəlmir. İndi hal-hazırda məndən başqa ailələr də pis vəziyyətdədir. Bizim evləri sökülən zaman, sökülməmişdən qabaq gəldilər, ölçdülər, biçdilər, bizə dedilər ki, kompensasiya veriləcək sizə. Sonra dedilər, qanunsuz tikmisiniz, sökdülər. Amma biz qanunsuz tikməmişik. Biz orada qaz, işıq, su xəttlərinə kommunallarımızı ödəmişik. Dövlət tərəfindən bizə xəttlər çəkilib, qaz, işıq, sular çəkilib. Dəmir yolu reysini dayandırıblar, bizi oradan qaz çəkiblər. Yəni, özləri o şəraiti qurublar. Bizim üçün çox gözəl şərait qurulub. Bizim üçün keçid körpülər tikilib. Bizim üçün orada internet xətti, kanalizasiya xəttlər çəkilib. İndi hal-hazırda gəlib bizə deyirlər ki, siz qanunsuz tikmişsiniz. Əgər biz qanunsuz tikmişiksə, o şəraiti bizə niyə qururdunuz? Bizi niyə qoyurdunuz ki, biz oradan ev tikək? Hamımız kasıb ailələrdir. Biz oradan ev tikmişik ki, başımızı salıb bir evimiz olsun. Yəni, orada bir varı ailə görməmişəm. Xahiş edirəm. Bir Azərbaycan vətəndaşı olaraq, bir ana olaraq ki, bizə yardım edin, bizim kompensasiya ilə təmin edin, bizə nəsə yol görsün. Çünki bizim hal-hazırda qalmağa belə yerimiz yoxdur, kirayəni belə ödəyə bilmirik. Bizə gəldilər, dedilər ki, sizə 3 ay, 4 ay, 5 ay kirayə ilə təmin edin. 4-5 aydan sonra biz nə edəcəyik, hara gedəcəyik? Kasıb ailələri, pəhlə ailələri, bizə xahiş edirəm, yardım edəsiniz. 161 ailənin işinə baxılsın. Yəni, kimlər bizə kömək eləyəcəksə, hansı quruma müraciət eləyək ki, bizim işimizə baxılsın. Hansı qurumlara da gedirik, deyirlər ki, bizlik deyil. Nərimanov İcra Hakimiyyətinə yaxınlaşırıq, deyir, biz sökməmişik, biz. Halbuki sökülən vaxtı onlar özləri iştirak ediblər, özləri bizi oradan çıxardıb. Dəmir yol qapalı səhmdar cəmiyyətinin bütün işçiləri orada olub. Bizim evləri də onlar sökdülər, onların işçiləri sökdü. Gəldilər, ölçdülər, biçdilər, dəmir yoluna Nərimanov İcra Hakimiyyəti. Gəldilər, ölçdülər, dedilər ki, sizə kompensasiya düşür. Bir dəfə yox, dəfələrlə gəlib ölçüb biçiblər ki, sizə kompensasiya düşəcək, sizi təmin eləyəcəklər, sizi belə atmayacaqlar bayra. Nə oldu? Bir gün içində də gəldilər, bizim evimi sökdülər. Xahiş edirəm. Bir vətəndaş olaraq, bir ana olaraq bizə yardım edin. Biz çöllərdə qalmışıq. Artıq 9 aydır müraciət eləmədiyimiz bir yer yoxdur. Eləmədiyimiz bir qurum yoxdur. Elektron poçtdan belə ərizələrimizi göndəririk. Heç bir baxılmır. Sadəcə yazılır ki, araşdırır. Araşdırma 9 ayda hanı, nəticə hanı? Biz neyiniyək? Bizə bir çarə deyin ki, bizə çarəmizi qılaq. Azərbaycan vətəndaşı olaraq mən o çöllərdəyəm, 4 evlat böyüdürəm, 4 əsgər böyüdürəm. Mənim evlatlarım hal-hazırda çöllərdədir. Sizdən xahiş edirəm, bizə yardım olunsun. Eyni dəmir yol xəttində olan evlər, Keşlə, Suraxanı, Hövsan qəsəbəsində olan sakinlərə komissiya yaradılır və onlara kompensasiya verilir, amma bizə yox. Xahiş edirəm ki, bizi də nəzərə alaraq, bizə də komissiya yaradılsın, bizə də kompensasiya verilsin.